Sizcə ana südü həqiqətən də süd vəzi xərçəngi prosesində qoruyucu bir rol oynayırmı? Yəni süd vermək xərçəng riskini azaldırmı? Süd verməyən, ana olmayan, hamiləlik keçirməyən qadınlarda bəli, risk dəfə ilə yüksəkdir. Heç bir ağrı vermədən inkişaf eləyən süd vəzi xərçəngi necə ortaya çıxarılır? Xanım dedi ki, mən gedirəm 6 aydan bir həkimə. Mənim sadəcə UZI raporuma baxır və mənə D vitamini yazır. Deyir ki, səndə heç nə yoxdur ki, tamamilə yanlışdır, olmaz. Bizim işdə əllə müayinə ona görə vacibdir. Yanımıza gələn bir pasiyent olub, adam gəlib UZI-dən keçib, mamografiya, tomosintez və heç birində heç bir hal aşkar edilməyib. Sadəcə siz əli ilə yoxlanış etdikdə müəyyən bir bərkimə hiss eləyib, bundan şübhələnmisiniz və biopsiya olduqdan sonra artıq həqiqətən də həmin bölgədə bir şişin olduğu ortaya çıxıb. Süd vəzində müşahidə etdiyiniz ağrı xərçəng əlaməti deyil. %90 hallarda. Genetikasında BRCA gen mutasiyası olan hər bir şəxs gələcəkdə mütləqdir ki, süd vəzi xərçəngi ilə qarşılaşsın. Mən yeni işə başlayan zaman, yəni 2000-lərdə məsələn 30 yaş civarında xanımları ildə 1, 2, 3 xəstə görərdik ya görməzdik. Hazırda gənc xəstələrimiz kifayət qədərdir, çoxdur. Süd vəzi, qalxana bənzər vəz və yumurtalıq hormonları arasında əlaqə nə qədərdir və hormon balanssızlığı belə xərçəngin yaradılmasına səbəb olurmu? Salam. Sağlıq saatına baxırsa saata baxmaya ehtiyac yoxdur. Çünki sağlam həyatın zamanla yarışı bitməz. Sağlıq saatının bugünkü qonağı tibb üzrə fəlsəfə doktoru, onkoloq, mamoloq doktor Afət Cabırovadır. Salam Afət doktor, necəsiniz? Xoş gördük Cəlal bəy. Necə gedir işlər, pasientlərlə aranız necədir? Onkologiya ilə məşğuluq. Bu aralarda süd vəzi xərçəngi ilə mübarizə ayıdır, oktyabr. Bəzi tədbirlərimiz var. Çalışıram onlara da vaxt ayırıb iştirak eləyək ki, bu maariflənmə işinə biraz da bizim payımız olsun. Təşəkkürlər. Bizim elə bugünkü mövzumuz da ümumiyyətlə süd vəzi xərçəngi olacaq. Süd vəzi xərçənginin ümumiyyətlə niyə son dövrlərdə daha aşağı yaş qruplarında rastlanması və bu xəstəliyin ümumiyyətlə digər qalxana bənzər vəzi problemlərlə, hormonlarla əlaqəsi, ümumiyyətlə hamiləlikdən öncə və sonra nə qədər rastlandığı haqqında istədik danışaq. Doktor, bəzi qadınlar düşünür ki, ümumiyyətlə süd vəzisində heç bir ağrı yoxdursa, yəqin heç bir problem yoxdur, buna görə də yoxlanışa getməyə ehtiyac da yoxdur. Amma elmi tədqiqatlar bir daha göstərir ki, asimptomatik, yəni heç bir simptom olmadan da süd vəzi xərçəngi artıq inkişaf eləyə bilir və süd vəzi xərçənglərinin hətta 40%-i asimptomatik olaraq inkişaf eləyir. Bu təzad nədən doğur və niyə artıq, məsələn, son dövrlərdə mən də eşidirəm ki, artıq ilk mamografiyanın yaşı artıq 40 yaş deyil də 25 yaş olaraq götürülməlidir. Niyə məhz yaş hüdudu bu qədər aşağı düşüb və heç bir ağrı vermədən inkişaf eləyən süd vəzi xərçəngi necə ortaya çıxarılır? Çox yerində məqamında toxundunuz. Çünki xanımlar bu ağrı məsələsi ilə çox bağlayırlar bir problemin olub-olmamağını. Əslində çox da bir bağlantı yoxdur. Yəni bir qismində ağrı olub müraciət eləyirlər, biz bəli bir törəmə aşkar eləyirik. Amma əksər qismində, əksər müraciət edən xanımların əksəriyyətində ümumiyyətcə ağrı olmur. Yəni süd vəzi çox səssiz, heç bir əlamət olmadan gedən bir prosesdir, şişdən söhbət gedirsə. Ağrı bizim problemlərdə süd vəzi xərçəngindən söhbət gedirsə, ya gecikmiş mərhələdə olur, ya şiş əzəliyə sirayət eləyirsə, dəriyə sirayət eləyirsə, həcmli şişdirsə və yaxud bir sinirə toxunursa, yəni adətən bu hallarda olur. Əksər hallar ağrısız keçir. Yəni buradan da səsləndirmək istəyirəm ki, ağrının olub-olmaması bizim üçün, yəni yetərli əlamət sayılmır həkim üçün. Məsələn, bir törəmə var və xəstə deyir ki, bu mənə ağrı verir yaxud ağrı vermir. Bu bizim heç bir kliniki müayinəni, heç bir planımızı dəyişmir. Yəni ağrı çox subyektiv hissdir, bəzən psixoloji da ola bilər. Ona görə ağrıya fokuslanmırıq. Sualınızın ikinci mərhələsinə gəldikdə, bəli, süd vəzi müayinə yaşı çox cavanlaşıb, çünki bu problem də cavanlaşıb. Mən yeni işə başlayan zaman, yəni 2000-lərdə məsələn 30 yaş civarında xanımları ildə 1, 2, 3 xəstə görərdik ya görməzdik. Hazırda gənc xəstələrimiz kifayət qədərdir, çoxdur. Səbəbi bugün üçün də elmə bəlli deyil, amma ümumi onkoloji xəstəliklərin artma səbəbi bir mənalı olaraq ən böyük risk amili qidalanma amili sayıldığı üçün bunu süd vəziyə də şamil edirik. Qidalanma faktoru çox böyük rol oynayır. Yəni piyələnmənin artması, hərəkətliliyin az olması, siqaret çəkmənin çox olması,
Qidalama niyə vacibdir? Çünki qida ilə biz kifayət külli miqdarda kanserogen qəbul edirik. Xüsusən də emal edilmiş qidalar, hizə verilmiş qidalar, konservləşdirilmiş qidalar, yəni tərkibində mütləqdir ki, kanserogenlər var və bunlar süd vəzinə necə təsir göstərir desək, maddələr mübadiləsini pozaraq ümumi cavab versək, hormonal tarazlığı pozur və beləliklə də xərçəngin yaranmasına şərait yaradır. Müayinə yaşımız da məhz buna görə gəncləşib. Mammografiya bütün dünyada Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə 40-dan sonra aparılır, amma belə bir haşiyə çıxır ki, regiona görə, xəstəlik tezliyinə görə yaş hüdudu dəyişə bilər. Bizdə biz 38-dən sonra mütləq şəkildə aparırıq. Daha gənc yaşda aparılması olar, amma bu baxır artıq xanımın risk qrupunda olub-olmamağına. Əgər xanım həkim qənaətə gəlirsə ki, xanım risk qrupundadır, daha erkən yaşdan başlamaq olar. Yenə baxır xanım ailəlidirmi, ana olubmu, süd veribmi, laktasiya dövrünü keçibmi? Yəni bir müayinənin gənc yaşda mammografiyanın səmərəliliyi mütləq bir araşdırılmalıdır. İndi dövr inkişaf eləyir, cəmiyyət də istər-istəməzdən artıq maariflənir, daha savad, elm göstəriciləri daha da yüksəlir. Hal-hazırdakı dövrdə cəmiyyətimizdə qadınlar sizcə həqiqətən də mammoloq yanına getməyə, müayinəsinə getməkdən çəkinirmi, yoxsa artıq bu qorxu yoxa çıxıbmı? Mən çox sevinirəm ki, son illər desək, son 1-2 ildə mən bu tezliyin artmasını görürəm. Yəni öz təcrübəmdən dolayı vaxt aşırı, deməli, təyin olunan vaxtda sadəcə kontrol məqsədi ilə gələn xanımlarımızın sayı artır. Amma bununla yanaşı həkimə gəlməkdən qorxan, gedib müayinə olunaram, nəsə çıxar, bir problem görərik və o problemi mən bilərəm, müalicə tələb edən bir problem olar deyib gəlməyən xanımlar da və yaxud gec gələn xanımlarımızın da sayı hələ də kifayət qədər çoxdur. Yəni buna göz yumaraq mən şəxsən bir həkim kimi çox belə məyus oluram belə bir hadisələri görəndə. Süd vəzisində ümumiyyətlə olan bütün ağrılar süd vəzi xərçənginin bir göstəricisidirmi, yoxsa başqa hansısa bir səbəblərdən də dolayı ola bilər? Məsələn, menstrual bəzi pozğunluqlar və s. Belə bir cavab verim ki, süd vəzində müşahidə etdiyiniz ağrı xərçəng əlaməti deyil. %90 hallarda. Ağrı görürüksə biz bu əksər halda mastopatiya kimi adlandırıldığımız hal, xəstəlik deyil bu. Onun bir əlamətidir, menstrual siklə reaksiyadır. Və ən çox müşahidə etdiyimiz ağrı nə zaman olur? Süd vəzdə kistlərin həcmi böyüyəndə, yəni xoş xassəli mayeli hissəciklərdir kistlər. Onların həcmi böyüyəndə bu kəskin ağrı ilə müşahidə oluna bilər və yaxud tərkibi iltihablaşanda. Bax bu zaman biz ağrı müşahidə edirik. Amma təcrübəmdən gördüyüm qadınların əksəriyyətinin ağrı olaraq müraciət etdiyi mammoloq olur, süd vəzi həkimidir, amma ağrının səbəbi süd vəzi deyil. Yəni sinir əzələ ağrısıdır əksəriyyətində. Hətta keçən dəfə sosial media hesablarımızın birində bir paylaşım etmişdiniz ki, sizin yanınıza gələn bir pasiyent olub, adam gəlib UZI-dən keçib, mammografiya, tomosintez və heç birində heç bir hal aşkar edilməyib. Sadəcə siz əli ilə yoxlanış etdikdə müəyyən bir bərkimə hiss eləyib, bundan şübhələnmisiniz və biopsiya olduqdan sonra artıq həqiqətən də həmin bölgədə bir şişin olduğu ortaya çıxıb. Yəni necə ola bilər ki, hal-hazırda deyək ki, müasir tibbdir, UZI-dir, hər şey deyək ki, göstərir. Özdə altından da bir hətta qeyd eləmişsiniz ki, adam neçə dəfə ard-arda UZI-yə gedib və yaxşı ki, heç olmasa şübhəsinin ardınca düşüb. Yəni sonda gəlib deyək ki, siz artıq biopsiya nəticəsində həqiqətən orada şişin olduğunu görmüsünüz. Yəni bu kimi hallar ümumiyyətlə niyə, yəni bunun səbəbi nədir? Bunun səbəbi xəstəliyin çox fərqli sadə desək donlara girə bilmə qabiliyyətidir. Yəni hər xərçəng düyün şəklində olmur. Hər süd vəzi xərçəngi törəmə şəklində olmur. Bəzən o qədər gizlin, iltihaba bənzər, axar iltihabına bənzər, duktitə bənzər bir görüntü ilə başlayıb və çox ləng davam edə bilən mənzərə ilə qarşılaşırıq. Bizim elə birinci vəzifəmiz də odur. Xəstə gələndə mən onu əllə digər müayinələrini eləyəndə birinci məqsədim onkoloq kimi burada şiş prosesini inkar etməkdir. Birinci vəzifəm odur. Bunu istənilən üsulla edə bilirik. Və burada paylaşdığım məsələdə həqiqətən xanım ultrasəsdə də olmuşdu, tomosintezdə də olmuşdu. Orada konkret bəlli bir törəmə görülməmişdi. Görülsəydi, məndən öncəki mütəxəssislər mütləqdir ki, bir biopsi, bir başqa bir şey deyəcəkdilər ona. Sadəcə genişlənmiş axarlar ki, süd vəzdə bu ola bilən bir hadisədir və axarlarda qatı möhtəviyyat. Hətta bu yaxınlarda bir tədbir də keçirilirdi. Orada mən iştirak edəndə xanım dedi ki, mən gedirəm 6 aydan bir həkimə.
Mənim sadəcə UZI raporuma baxır və mənə D vitamini yazır. Deyir ki, səndə heç nə yoxdur ki, tamamilə yanlışdır, olmaz. Bizim işdə əllə müayinə ona görə vacibdir. Və sizə tək bu xəstə yox, bir neçə hadisə deyərəm mən ki, yalnız əllə müayinədə, məsələn, ultrases yazır ki, bəlli bir törəmə yox. Onlar bəlli bir axtarış sistemi ilə işləyir. Məsələn, mammoqrafiya kirəc varmı, yoxmu, bərkimə sahəsi varmı, yoxmu, törəmə varmı, yoxmu. Əgər bunları görmürsə həkim, orada yəni konkret bədxəssəli bir rəyi verə bilməz. Amma biz əllə baxdıqda həmin xanımda bəlli bir sərt kütlə hiss etdi və xanımın keçmişində də keçirilmiş xəstəlik vardı və o bərklik də yaşına heç uyğun gəlmirdi. Bu səbəbdən mən daha çox öz işimi ehtiyatlı tutmaq adına biopsi qərarı verdik və yəni belə bir halla rastlaşdıq. O zaman süd vəzi xərçəngi bir çox hallarda səssiz irəliləyə bilir. Bəli. Bəs ona görə biz hər zaman həyəcan təbili çalırıq, hər zaman bu yəni sosialdan, nə bilim, verilişlərdən falan səslənirik ki, çox gizlin gedə bilər. Yəni hər zaman şərt deyil ki, bir törəmə olsun, bir şiş olsun, yəni məndə məsələn elə bir hadisə olub ki, xanım mənə müraciət eləyib, 1-2-3 il öncə mən ona əməliyyat etmişdim. Müraciətin səbəbi sadəcə bir süd vəzidə çox cüzi, belə bir 3-4 mm sahədə cüzi dəri çökəkliyinin görməsidir. Heç bir törəmə ələnmirdi. Müayinə etdik, həqiqətən həmən nahiyədə 5 mm ölçüdə bir şiş aşkarladıq və o xanım sağ-salamatdır, yəni müalicəsi bitib, hər şey bitib. Keçid alaq biraz da süd vəzi xərçənginin genetik yoxsa digər səbəblərdən dolayı doğmasına və mutasiyalar, gen mutasiyalarına, hansı ki Harvard Medical School'un 2023-cü il araşdırmalarına görə BRCA 1 və ya 2 gen mutasiyalarını daşıyan hər bir qadında 65-80% süd vəzi xərçəngi ortaya çıxma ehtimalı var. Bu halda da çox vaxt profilaktik əməliyyat ehtiyacı duyulur, amma bir çox xanım ümumiyyətlə sosial tabulardan və stigmalardan dolayı bu əməliyyata girməkdən boyun qaçırır və bir tipli harda qırılar məntiqi ilə hərəkət eləyir. Bu doğrultuda bir sual vermək istərdim ki, ümumiyyətlə genetikasında BRCA gen mutasiyası olan hər bir şəxs gələcəkdə mütləqdir ki, süd vəzi xərçəngi ilə qarşılaşsın və bir də bu mövzuda belə bir maraqlı bir effekt ortaya çıxdı ki, Angelina Jolie effekti deyə bir effekt var ki, Angelina Jolie 2013-cü ildə səhv eləmirəmsə, öz gen testləri verəndə BRCA1, yəni 1 olan gen mutasiyası ortaya çıxır və profilaktik, preventiv əməliyyat keçirərək hər iki süd vəzini çıxarır və bu əslində bir çox qadınlar üçün biraz ilham verici bir hadisə idi ki, yəni belə bir tanınmış bir celebrity, belə tanınmış bir dünyada məşhur olan bir şəxs açıq-açıq bunu bütün dünya ilə paylaşır, publika ilə paylaşır ki, mən süd vəzlərimi çıxarıram, çünki məndə gen mutasiyası var və qarşıda süd vəzi xərçənginə düçar olmaq istəmirəm. Sizin bu mövzuda fikirləriniz maraqlıdır. Çox aktual mövzudur. Ümumiyyətcə gen mutasiyaları o qədər sürətlə araşdırılır və məlumatlar o qədər sürətlə yenilənir ki, düşünürəm bir 10 il sonra ümumiyyətcə bu tipli müayinələr də, bu tipli əməliyyatların da sayı yəni azı bir 10-20 dəfə artacaq. Çünki siz 2 gen vurğuladınız. Əslində bu günə məlum olan hardasa bir 30-a yaxın gen var ki, düzdür, onların içində ən yüksək riskli olan BRCA 1-2 genləridir, amma digər genlər də var ki, risk ehtimalı, yəni xərçəng yaratma ehtimalı 60-70% civarlarındadır. Burada yanaşma biz protokollara əsaslanaraq cavab versəm, deyə bilərəm ki, bu 2 gen və bir gen də var, PALB2 geni, o çıxdığı xəstədə aşkarlandığı zaman profilaktik əməliyyat tövsiyə olunur. Sadəcə bir şey demək istəyirik ki, deyirsiniz, məsələn, gen mutasiyası aşkarlanıbsa mütləqdir ki, xərçəng olacaq. Xeyr, bu faiz məhz ondan irəli gəlir. Yəni, ortalama götürsək 60-90% arasıdır. İndi hər bir xəstədə, individual xəstədə bu 90% olacaq, ya o rast gəlməyən 10%-in içində olacaq, biz bunu öncədən təxmin edə bilmərik. Çox təəssüf ki. Və bu 30 gen siyahısı məhz oradan irəli gəlir. Yüksək riskli genlərdir. Amma elm nə deyir bu barədə? Tək genetik analizin nəticəsini deyil də xəstənin ailə hekayəsini də mütləq nəzərə almalısan. Əgər bir xəstədə gen mutasiyası çıxıb və ailəsində kifayət qədər sayda yumurtalıq və yaxud da həmən genin cavabdeh olduğu digər orqanın xərçəngləri aşkarlanıbsa, deməkdir ki, bu xanımda da bu ehtimal yüksəkdir. Çox seçici, individual və xəstə ilə söhbət edərək qərar verilməlidir. Xəstənin istəyi mütləq nəzərə alınmalıdır. Çünki mənim təcrübəmdən gördüyüm hər həftə mən kifayət qədər sayda ailəvi riski çox yüksək olan qadın qəbul edirəm.
minusumuz, mənfi tərəfimiz odur ki, biz o genetik testləri kütləvi miqdarda eləyə bilmirik. Eləsək, mən düşünürəm ki, Azərbaycanda yəni çox belə bir maraqlı mənzərə ilə qarşılaşarıq. Bəlkə yeni bir nələrsə də aşkar eləyərik. Çoxdur, həqiqətən çoxdur. Həmin əslində sualın bir hissəsi kimi bir sual qeyd eləmişdim ki, ümumiyyətlə Azərbaycanda hal-hazırda bu genetik testlər praktiki səviyyədə icra olunurmu, yoxsa sadəcə nəzəri səviyyədə qalırmı? Yox, olunur, var. İcra edən laboratoriyalarımız var və bu dediyim genetik panel, xüsusilə süd vəzi yumurtalıq genetik panelini icra edən laboratoriyalar var. Bir gen bir molekul deyil. Bir gen ortalama götürsək 200, 300, 500 dənə zəncirvari nukleotiddən ibarət bir toplumdur. Elmə məlum olan, məsələn, o BRCA1 və yaxud 2, onun həmən o genin bəlli nöqtələrində olan mutasiyalardır ki, deyir ki, bunları görəndə genetik bilməlidir ki, bu mutasiyalıdır və süd vəzi xərçəngi daşıya bilər. Axı bizə məlum olmayan tərəfləri də var. Bunun çox belə bir sadə isbatını mən sizə deyim. Mən tələbə olan zaman BRCA1, 2-dən başqa bir məlumatımız yox idi. Biz imtahandan ancaq onu cavab verirdik. Hazırda bütün konferanslarda, elmi tədqiqatlarda və s. dediyim kimi, yəni 30 və plus sayda gen var ki, süd vəzi yumurtalıq və s. bu tipli xərçəngilərə cavabdehlik daşıyır və onlar araşdırılıb. Ona görə bayaq deyirəm ki, bir 10 ilə bunların sayı çoxalacaq və bu əməliyyatların sayı da artacaq. O ki, qaldı sualın ikinci məsələsini əməliyyat etmək. Mən tövsiyə eləyərəm. Bəli. Çünki niyə? Səbəbini də deyim. Düzdür, travmatik əməliyyatlardır. Süd vəzdə icra olunan bu gilə qoruyucu dərialtı mastektomiya deyirik. Yəni dəri saxlanılır, gilə saxlanılır. Süd vəzi toxuması 100% çıxarılmır. Yəni bunu pasientlər də bilməlidir. Çünki biz dərinin altında bəlli bir nazik qat toxuma implant örtmək üçün saxlamalıyıq. Hardasa bir 5% toxuma qalır. İmplant yerləşdiririk. Əzələ altı yaxud dəri altına fərqli üsullar var. Yəni ağrılı və travmatik əməliyyatlardır. Amma aparılmasını mən bir onkoloq cərrah kimi tövsiyə eləyirəmmi? Edirəm. Niyə? Çünki artıq xərçəng yaranandan sonra biz istədiyimiz kimi davrana bilmirik. Xərçəngin hansı növü olacaq, hansı ölçüdə olacaq, bölünmə əmsalı necə olacaq, hormon həssas mı olacaq, hormon həssas olmayacaqmı, akıllı ilaç terapiyası gərəkdirəcəkmi? Və gedişatı proqnozunu biz təqribi deyə bilərik. Çox təqribi deyə bilərik. Yəni bizə o xərçənglə mübarizə aparmaq qat-qat çətindir. Nəinki yarana biləcək xərçəngin qarşısını almaq. Ona görə qarşısını almağın tərəfdarıyam. Bildiyimiz kimi onsuz genetika daha imperativ faktordur, sırf xərçəngin yaranmasına, formalaşmasında. Amma digər yan bəzi faktorlar da var ki, hansı ki, heç bir gen mutasiyaları indiyə kimi həmin insanın nəslində olmayıb. Həmin gen mutasiyalarını bir tipli insanın özü formalaşdırır və hansı səbəblərdən dolayı? Əlbəttə ki, gecə yuxusuz qalmaqdan dolayı, stres faktoru, qidalanma vərdişləri və s. və ilaxır. Ümumiyyətlə, soruşmaq istərdim ki, son araşdırmalarda göstərilir ki, 35 yaş altı qadınlarda artıq süd vəzi xərçəngi əvvəlkinə nisbətən 15% artıb. Gecə yuxusuz qalmaq, stres həqiqətən də xərçəng formalaşdırırmı? Hər gün və yaxud da ümumiyyətlə həyatında davamlı idman eləyən birisinin, idman eləyən bir qadının süd vəzi xərçəngini yoluxma ehtimalı nə qədərdir? Və ümumiyyətlə qidalanma vərdişlərində insanlar hansı yanlışları edirlər və belə deyim də, qidanı artıq insan özü idrak etdiyindən sonra, yəni artıq özü öz qida seçimlərini etməyə başladıqdan sonra hansı qidaların və qida əlavələrinin, yəni vitaminlərin qəbulu vacibdir ki, məhz gələcəkdə hüceyrələr nəzarətsiz bölünməsin. Oradan başlayım ki, elə bir üsul, elə bir yanaşma yoxdur ki, biz bənd-bənd desək, bunu eləsək, biz bu xərçəngi yoluxma ehtimalını sıfırlayacağıq. Bu nəzərdən baxmağımız tamamilə yanlışdır. Çünki statistika çox qəddar bir möfhümdür və illər boyu davam edən süd vəzi xərçənginin artımı, qadınlarda çox tez-tez rast gəlməsi bunu sübut edir ki, sırf qadın olduğu üçün bu riski həmişə var. Biz sadəcə bunu həyat tərzimizlə, qidalanmamızla və s. tipli yanaşmalarla bu riski bir qədər azalda bilərik, sıfırlaya bilmərik. Bu riski azaltmaq üçün nə edə bilərik? Dediyimiz, məsələn, ədəbiyyatı oxusaq yazır ki, məsələn, vitamin çatışmazlığı, A, Y və s. vitamin çatışmazlığı şərait yarada bilər. Amma o demək deyil ki, əksinə biz onları qəbul etsək, xərçəng ehtimalını azaltmış oluruq. Ümumi, belə desək, balanslı qidalanma və belə bir qırmızı çizgi ilə qeyd etmək istəyirəm, bədən kütlə indeksinin normal olması. Bax, bunun süd vəzi xərçənginin yaranmasında böyük rolu var.
Çəki və boy arasındakı Bəli, əlaqə. bəli. Bu bütün araşdırmalarda bu rəy mütləqdir ki, var. Yəni bədən kütlə indeksinin artıq olması xərçəngin tək süd vəzi xərçənginin də deyil bu arada. Ümumilikdə. Yəni başqa digər şişlərinin də yaranma ehtimalını artıran bir risk amilidir. Bədən kütlə indeksinin artıq olması bu arxalanır, belə deyək, dayanır pi təbəqəsinin çoxluğuna. Yəni pi təbəqəsi çoxdursa, pi təbəqəsi də ən belə heç çox elmi dərinliklərə varmasaq, qadın hormon estrogen deposudur, bölünmə amillərinin deposudur. Yəni orada insulinə bənzər bölünmə amilləri əmələ gəlir. Orada lipidlərin oksidləşməsi baş verir. Kifayət sayda deməli hüceyrə bölünməsini artıran bölünmə amilləri əmələ gəlir. Və bu da süd vəzi, insulin dirəncinin, uşaqlıq xərçənginin, yumurtalıq, süd vəzi, yoğun bağırsaq, mədə-altı vəzi, bax bu şiş növlərinin yaranmasına şərait yaradır. İdmanla bağlı, məsələn, süd vəzi xərçəngində bəlli bir araşdırma gətirə bilmərəm, amma ümumiyyətcə fiziki aktivlik bəli müsbət təsir göstərir. O da yenə də bədən kütlə indeksini normallaşdırmaq vasitəsilə. Məsələn, digər şiş növlərində belə bir tədqiqatlar, bunu təsdiq edən araşdırmalar var. Fiziki aktivliyin xərçəngin yaranmasının azaltmasına gətirib çıxartdığını, süd vəzidə belə bir şeyə rast gəlməmişik. Amma ümumiyyətcə sağlam qidalanma, yəni zülal, karbohidrat, pih balansını qorumaq, bayaq da dediyim kimi qidalanma amili bizdə 30-35%-dir payı, riski. Qidalanma amilinin çox böyük bir amildir. Yəni siqaret çəkmə belə ondan sonra gəlir. Siqaret çəkməyə gəldikdə o da riski artırır və bu üst tərəfindən son 10 illikdə daxil edilib. Yəni ön sıralardadır süd vəzi xərçənginin yaranma riski kimi. Bir 25-30 il öncə bu qədər deyildi və süd vəzi xərçənginin yaranma amili sırasında son sıralarda idi. Hazırda qadınlar arasında da bu da artdığı üçün, yəni bir mənalı o da riski artırır. Bəli. Bəs stres? Belə bir mif var məsələn, mən bunu çox eşidirəm ki, stres birbaşa xərçəng yaradır. Stres ümumiyyətlə xərçəngə təsir eləmə gücünə mən də inanıram ki, çünki bir çox xəstəlik ümumiyyətlə başlanğıc səviyyəsi məhz stresin idarə olunmamasıdır. Sadəcə stres, yəni həqiqətən də hüceyrələrin nəzarətsiz bölünməsini gətirib çıxara bilirmi? Çox yaxşı sualdır. Niyə? Çünki bunu mən həkim kimi gündəlik təcrübəmdə görürəmmi? Görürəm. Yəni xəstənin dediyinə inanmamaq qeyri-mümkün. Xəstələrdən kifayət qədər eşidirəm və olub da belə təcrübələr. Yaxınını itirib şiş yaranır, qorxub şiş yaranır. Gərgin iş rejimi. Bəli, davamlı stres və yaxud davamlı həyat tərzi elədir ki, stres yaşayır və orada şiş yaranır. Mən bunu gündəlik təcrübəmdə görürəmmi? Görürəm. Amma stres elə bir şeydir ki, biz onu ölçə bilmirik. Yəni bu təzyiq deyil, şəkər deyil və ona görə hormonu, məsələn, kortizol ölçməklə də bir şeyə çıxa bilirsinizmi? Bir nəticəyə gəlmək olarmı? Bəlkə də olar, sadəcə kortizol da, yəni günün bəlli saatında, bəlli şeylərdə verilməlidir deyə bu stresi yaşadığın zaman kortizol qalxır. Yəni o anda biz onu ölçə bilmədiyimiz üçün bəlkə də nə vaxtsa bu da araşdırılar, amma davamlı stresin, bu bir məqaləyə mən hətta rast gəlmişdim ki, davamlı stres yaşayan xəstələr çox belə bir kiçik qrupda aparılmışdı. İmmun hüceyrələrin aktivliyini ölçürdülər, immun hüceyrələrinin sayını ölçürdülər. Şiş əleyhinə immunitetdə NK deyilən hüceyrələr var, natural killers. Yəni təbii killerlər adlı. Necə baş verir burada? Belə düşünürük ki, hər şiş bir hüceyrədən yaranır. Yəni o hüceyrənin digərlərindən fərqlənməyi odur ki, o kontrolsuz bölünür. Yəni hər hüceyrənin bir bəlli bölünmə sayı var. Şiş hüceyrəsi istədiyi qədər bölünüb nəsil artıra bilmə qabiliyyətinə malikdir. Normalda bədəndə hər gün şiş hüceyrəsi yaranır. Amma hər gün biz şişə yoluxmuruq. Niyə? Çünki immun sistemimiz o hüceyrəni dərhal tanıyır və həmən hüceyrənin quruluşu, genetik quruluşu fərqli olur deyənə onu məhv edir, lizisə uğradır. Bax, davamlı stres bu mexanizmin qırılmasına gətirib çıxarır, zəifləməsinə gətirib çıxarır. Yəni bu bir çox şiş növlərində görürük. Yəni həm xroniki iltihab fonda, həm də immun sistemin hansısa zəncirin nöqtəsində zəifləməsinə, qırılmasına gətirib çıxarır ki, orqanizm o hüceyrəni tanımır və hüceyrə qalır və başlayır aramsız bölünməyə. Bəs süd vəzinin ölçüsü və ümumiyyətlə piylənmə nə dərəcə risklə bağlıdır? Süd vəzinin ölçüsü riskə çox təsiri yoxdur. Yəni böyük olmağı riski çox deməkdir və əksinə kiçik olmağı risk az deməkdir deyil. Yəni belə bir əlaqə yoxdur. Bildiyimiz nə var? Qeyd elədiyiniz süd vəzidə pi toxumasının vəz toxumasının nisbəti. Biz buna sıxlıq adı deyirik. Yəni süd vəzi toxuma sıxlığı. Sıxlıq nədir? Nə qədər vəz toxuması
çoxdursa, bir o qədər vəz sıxdır. Nə qədər azdırsa, bir o qədər sıxlıq azdır. Bu A, B, C, D 4 kateqoriyaya bölünür. Ən az riskli olan süd vəzi A tipli süd vəzidir, yəni pi toxuması ilə tamamilə əvəz olan. Ən yüksək riskli D tipli, yəni çox sıx süd vəzidir. Yəni bu sübut olunub ki, sıx süd vəzi riski artırırmı? Artırır. Hətta bəzi qruplarda 10 dəfəyə qədər xərçəng riskini artırma kimi bir vəziyyət var. Ona görə sıx süd vəzi olan xanımlar daha ehtiyatla yoxlanılmalıdır. Onlara əlavə müayinələr tətbiq olunur, xüsusən də başqa risk amilləri varsa. Sıx süd vəzi ümumiyyətcə bu bir neçə amilə bağlıdır. Həm qadının ana olub laktasiya dövrü keçib süd verməklə bağlı bir şeydir. Məsələn, süd verməyən xanımlarda sıx süd vəzi daha çox rast gəlinir. Çünki süd vermə özü süd vəzinin sıxlığının azalmasına səbəb olur. Bir də genetik quruluşla bağlı ola bilər ki, bu ailənin qadınlarında, yəni süd vəzi sıxlığı bu cür olur. Normada hardasa 35-dən sonra süd vəzində, orqanda vəz toxumasının miqdarı azalmağa başlayır. Mammoqrafiyanı bu yaşda tətbiq etməyimiz də buna bağlıdır. Yəni görüntü daha keyfiyyətli olur. Azalır və 40-dan sonra nisbət 45-ə 50-yə doğru tamamilə, yəni pi ilə əvəz olunur hardasa. Təqribən bu proses belədir. Kimdə biraz gec, kimdə biraz tez. Amma 40-dan sonra vəz toxuması pi ilə əvəz olunmayanda, bəli, bu yüksək sıxlıq deməkdir və bu bizim riskimizi artırırmı? Artırır. Ümumiyyətlə qadın sağlamlığı haqqında danışanda mənim ən çox belə deyim bir söz beynimdə qabarır, hormonlar. Belə görürəm ki, nə bilim, qadınlarda olan məhz hormonlarla əlaqəli problemlər, yəni endokrinoloji problemlər kişilərin nisbətən daha çox rast gəlinir və düşünürəm ki, süd vəzi xərçəngi hardasa biraz da qalxanabənzər vəzi problemlərinə işarətdir. Sizdən soruşmaq istərdim ki, ümumiyyətlə, məsələn, yanınıza bir pasiyent gəlir, hansısa bir ümumiyyətlə müalicə, müayinələrdə endokrinoloqlarla birgə işbirliyi həyata keçirirsinizmi və süd vəzi, qalxanabənzər vəz və yumurtalıq hormonlar arasında əlaqə nə qədərdir və hormon balanssızlığı belə xərçəngin yaradılmasına səbəb olurmu? 100% elədir. Tamamilə elədir. Yəni bu üç orqan bir-birinə bağlıdır. Qadının endokrin sisteminin təməlidir. Süd vəzi özü heç bir hormon ifraz etmir. Süd vəzi, vəz toxuması qalxanvari vəzin, yumurtalıqların ifraz etdiyi və digər vəz orqanlarının ifraz etdiyi hormonlarının təsiri altındadır. Niyə biz həmişə qalxanvari vəzi və yumurtalığı vurğuluyuruq? Çünki ən çox təsir göstərən bu iki orqanda süd vəzi təsir göstərir. Burada əlaqə bir tərəflidir. Yəni süd vəzdə bir problem yaranırsa, o problem qalxanvari vəzə, yumurtalığa təsir etmir adətən. Əksinədir. Yəni qalxanvari vəzin funksiyası, hormonlarının normal olması süd vəzdə də hansısa problemlərin yaranma ehtimalını aşağı salır. Bunu ən çox görürük. Necə? Mən müayinədə hər zaman soruşuram pasiyentlərdən ki, zobla bağlı bir probleminiz varmı? Müayinə etmisinizmi? Hormonlarınız nə vəziyyətdədir? Və əksəriyyətindən bu cavab alıram ki, yox, heç bir şikayətim yoxdur. Təkrar bir də soruşuram ki, müayinə olmusunuzmu? Yox, doktor, məndə heç bir boğulma yoxdur, heç bir narahatçılığım yoxdur. Müayinə edilir ki, hormonların səviyyəsi normadan 10 dəfə yüksək. TSH hormonu. Bəli, çünki bütün orqanizmimiz elə qurulub ki, o şikayət əlamət yalnız orqanizm özü tarazlaya bilməyəndə bir üzə çıxır. Biraz insan təbiətində belədir. Gərək bir ağrı, bir acı Bəli, olsun ki, mütləqdir ki, yəni biz niyəsə düşünürük ki, zobdursa boğulma verəcək, süd vəzisə bir düyün yaranacaq, yumurtalıqdırsa mütləq menstrual funksiyanın pozulması olacaq. Xeyr, olmaya da bilər. Dünən mənə pasiyent göndərib, menstruasiya problemi yoxdur, amma yumurtalıqda 2 dənə böyük ölçülü törəmə var. Yəni heç bir problem yoxdur. Asimptomatik. Bəli, asimptomatik. Yəni biz bununla hər gün rastlayırıq və buradan elə ona görə demək istəyirəm ki, şikayətin olmamağı heç bir problemin olmadığı anlamına gəlmir. O ki, qaldı süd vəzi, qalxanabənzər vəz və yumurtalıqlar, bunlar bəli bir-birinə əlaqəlidir. Mütləq hər müayinədə bunu araşdırırıq, soruşuruq, varmı, yoxmu, nə məqsədlə? Süd vəzinin ən çox da xoşxassəli dəyişikliklərində, ən çox da axar problemində, məsələn, bir pasiyent mənə müraciət edir, süd vəzdə ifrazat var və eyni anda qalxanvari vəzdə funksiya zəifliyi, hipotireoz dediyimiz zob problemi varsa, mən mamoloq kimi bu süd vəzdəki dəyişikliyi müalicə etməyə çalışmayacağam. Çünki bu birbaşa qalxanvari vəzə bağlı problemdir. Yəni mənə mamoloq kimi ona görə endokrinoloq rəyi maraqlıdır, vacibdir ki, xəstəmi daha yaxşı kontrol etməkdə,
daha tez və etibarlı nəticə almaqda bu vacibdir. Eləcə də mütləqdir ki, pasiyentə xoşxəsəl dəyişikliklərdə, adətən biz bunu kistlərdə, axar genişlənməsinə, süd vəzli ifrazat gəlində və s. ginekoloji vəziyyəti mütləq araşdırırıq. Əgər orada endometrioz varsa, əgər orada bir yumurtalıq kisti varsa və yaxud menstrual problem varsa və süd vəzdə də şikayət varsa, axı süd vəzdə heç nə ifraz eləmir. Digər hormonların təsiri altındadır. Deməkdir ki, əksinə getsək, biz bu hormon səviyyəsini tarazlasaq, süd vəzi şikayəti də keçmiş olacaq. Yəni bəzən xəstəni endokrinoloqa göndərməklə sağaltmış oluruq və yaxud ginekoloqa yönləndirməklə paralel sağaltmış şəkildə oluruq. işləyirsiniz. Mütləq. Sualın bir hissəsi kimi də bayaq soruşdum, bəs hormon balansızlığı xərçəngə səbəb olurmu yəni? Elə xərçəngin əsas səbəblərindən biri də hormon balansının pozulması gedir. Qadın hormonu, estrogen, progesteron tarazlığının pozulması. Yəni söhbət konkret absolut miqdardan getmir qanda. Qanda yoxlasan əksər qadınlarda normaldır. FSH da, LH da, estrogen də, progesteron da. Bunların nisbətinin pozulması və bu pozulmuş nisbətin illər boyu davam etməsi. Yəni başlıca səbəb kimi patogenez deyirik də, biz xəstəliyin yaranmasında rolu çox böyükdür. Bu hormon balansı nədən pozulur? Hər xəstədə biz bunu aşkara çıxara bilirikmi? Xeyr, təəssüf ki. Yəni niyə baş verdi? Kimdəsə məsələn bəzi qrup xəstələr var, sonsuzluğa müalicə alan xəstələr. Onlarda biz səbəb kimi bu müalicələri, yumurtalıq funksiyasının pozulmasını göstərə bilirik. Bəli, illərlə aldığı yüksək doz estrogenlər, yəni süd vəzdə riski artırıbmı və hansısa problemi gətirib çıxarıbmı deyə bilirik. Və yaxud illər boyu davam edən zob xəstələri, hansı ki hormon problemi var və davamlı ardıcıl olaraq dərman qəbul edir, onlarda da süd vəzi problemini bu səbəblə izah edə bilirik. Amma hamıda bu alınırmı? Xeyr. Yəni bu mövzuda qoyduq bir qırağa. İndi isə keçid eləyək biraz da sırf bu hamiləlik və süd vermə məsələsi ilə süd vəzi xərçəngi arasında olan əlaqələrə. Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarına görə süd verən, bir ildən daha doğrusu çox süd verən anallarda süd vəzi xərçənginin ehtimalı 20%-ə qədər azalma müşahidə olunub. Bəs sizin öz təcrübələrinizdə yanınıza gələn pasientlərdən falan yola çıxaraq, sizcə ana südü həqiqətən də süd vəzi xərçəngi prosesində qoruyucu bir rol oynayırmı? Yəni süd vermək xərçəng riskini azaldırmı? Bəli, süd vermək xərçəng riskini azaldır. Amma 100% qoruyur deyə bilmərik. Burada qoruyucu rol məhz ana südündə deyil, məhz süd vermə prosesinin müddətindədir. Yəni bir qadın 5 gün, 10 gün süd veribsə və digər bir qadın müqayisə eləsək ki, 1 il yarım süd veribsə, burada müddət çox önəmlidir. Yəni 1 yaş, bəzi mənbələrə görə 2 yaşa qədər ana südü ilə qidalandırmaq, yəni bu laktasiya dövrü bəli, riski azaldır. Necə azaldır? Bayaq qeyd elədiyim, laktasiya ümumiyyətcə süd vəzinin, vəz toxumasının sıxlığının azalmasına səbəb olur. Yəni o gərginliyin, vəzinin gərginliyin azalmasına səbəb olur. Bu yolla bəli, qoruyucu təsiri var. Amma mən təcrübəmdə bunun çox da müşahidə etməmişəm desəm. Yəni süd verən qadınlarda da, nəinki onlarda da, elə onlarda süd vəzi xərçəngi əmələ gəldiyini görmüşükmü? Görmüşük. Bəli, süd verməyən, ana olmayan, hamiləlik keçirməyən qadınlarda bəli, risk dəfə ilə yüksəkdir. Amma bu demək deyil ki, mən yenə deyirəm, bunu vurğulamaq istəyirəm. Çünki süd vermişəmsə məndə xərçəng yaranmayacaq, elə yanaşmamız doğru deyil. Bəs bu hamiləlik və doğuş hormonları süd vəzini necə bir tipli dırnaq çətsək təlimləndirir? Yenə də elmdə mövcud olan mənbələrə üz çevirsək, orada qeyd edilir ki, deməli keçirilmiş hamiləliklər və təbii doğuş riski azaldanların siyahısındadır. Amma yenə də vurğulayıram, bu panatseya deyil. Yəni qadınlar var ki, 11 övlad olub, 7-8 dəfə ana olub və s. Yenə də süd vəzi xərçəngi yaranır. Ümumiyyətcə bəli, qoruyucu təsirə malikdirmi? Malikdir, var. Yəni əgər heç hamilə olmamış qadınları götürsək və həyatında 2-3 dəfə hamiləlik keçirmiş bir qrupları müqayisə eləsək, hamiləlik yaşamış qadınlarda tezlik daha aşağıdır, nəinki heç ana olmamış qrupda. Amma yenə də bu fərq dəfələrlə deyil. Yenə də fərdi yanaşmadır. Bəli. Bəs hormonal kontraseptivlər bu prosesi poza bilərmi? Bu çox mübahisəli mövzudur. Ümumiyyətcə kontraseptivlərin qəbulu riski artırırmı, artırmırmı? Bu barədə çox fərqli müzakirələr var.
Amma doğru qadına, doğru zamanda, doğru müddətdə təyin edilmiş kontraseptivlər riski artırmır. Lakin kontraseptiv təyin etmədən öncə mütləq süd vəzi yoxlanılmalıdır. Bir mütəxəssis rəyi alınmalıdır. Bir qadın əgər 40 yaşı var, sıx süd vəzi varsa, ailədə xərçəng hadisəsi varsa, ona kontraseptiv təyin etməkdən biz məsələn uzaq durarıq, tövsiyə etmərik. Çünki onsuz da bu xanımda risk yüksəkdir. Yəni bu xanım risk qrupundadır. Əlavə kənardan ona hormon verməyi heç tövsiyə etmərik. Başqa vasitələrlə qorunmağı məsləhət görərik. Amma bir qadında əgər heç bir ailəvi risk yoxdursa, gəncdirsə, süd vəzi sıxlığı normaldırsa, başqa risk artıran vəziyyətlər yoxdursa, o rahat kontraseptiv qəbul edə bilərmi? Edə bilər. Burada riski artırmaz. Yəni burada daha çox yük ginekoloqlara düşür. Peşəkar yanaşma onlardan tələb olunur. Çünki mən dəfələrlə bunun da şahid olmuşam ki, illərlə xanım kontraseptiv içir və bir dəfə də süd vəzi yoxlanılmayıb, bir dəfə də mütəxəssis rəyi alınmayıb ki, burada bir problem varmı, yoxmu, bu risk artıra bilərmi, bilməzmi? Çünki İstənilən halda orada düzdür, çox cüzi miqdarda, amma qadın estrogen hormonu var. Yəni onu təyin etmədən öncə mütləqdir ki, bu digər orqanlar yoxlanılmalıdır. Ucu olaraq bildiyimiz ultrasəs müayinəsi yoxsa mamografiya. Bir qadın öz yaşına görə bu seçimi necə etməlidir? Bunun bir cümlə ilə cavabı odur ki, qadının yerinə seçimi getdiyi mütəxəssis etməlidir. Yəni hər bir qadının necə ki bir ginekoloqu, bir endokrinoloqu, eləcə də getdiyi bir mamoloq olmalıdır. Mamoloq onun xanımla söhbət əsnasında riski dəyərləndirəcək. Riski dəyərləndirdikdən sonra müayinə proqramı quracaq xanıma. Çünki hansı müayinədən başlayacağımız və hansı müayinə ilə davam edəcəyimiz xanımda nə aşkarladığımıza, ailədə riski nədir, yanaşı xəstəliklər nədir, ona bağlıdır. Ümumi cavab belə verə bilərəm ki, ultrasəs standart olaraq hamı elətdirə bilər. Tamamilə ziyansızdır, heç bir fəsadı yoxdur. Amma bəzi hallarda yetərlidirmi? Xeyr deyil. Yəni, məsələn, 25 yaşında bir xanım, əgər yüksək ailəvi riskidirsə, biz burada tək ultrasəslə kifayətlənə bilmərik. Mütləq kontrastlı MRT istəyəcəyik. Digər bir misal çəkim sizə. Yenə gənc bir xanım, 25-30 yaşlarında bir xanım, süd vəzdə bir kütlə əlimizə dəyir, yenə yüksək ailəvi riskdirsə, biz burada həm ultrasəs, həm mamografiya, həm MRT edəcəyik. Və əksinə 40 yaşında bir xanım, ailəvi riski yoxdur, kontrol müayinə məqsədi ilə müraciət edibsə, biz burada tək mamografiya və UZI ilə kifayətlənə bilərik. Yəni, yaş hududu var, toxumada hansı problem var, ona bağlıdır. Müayinə seçimi standart ultrasəsdir, mamografiyadır, kontrastlı MRT-dir, süd vəzdə icra olunan. Bir də var kontrastlı mamografiya, o hələ Bakıda yoxdur. Yəni, xaricdə var, bizdə yoxdur hələ ki. Belə, yəni bu müayinələrdən əlavə süd vəzdə heç nə icra olunmur. Amma hansı ardıcıllıqla və hansı ilə başlamaq lazımdır və bir xanıma hamısı mı olmalıdır, yoxsa biri ilə kifayətlənə bilərikmi? Bunu yalnız konkret qəbul zamanı mütəxəssis deyə bilər. Niyə mən bunu vurğulayıram? Çünki dəfələrlə yaşadığım bir hadisədir. Pasientlər gedir, etibar etdiyi, evinin yaxında olduğu və s. ultrasəs həkiminə düşür. O baxır, sadəcə baxır və deyir ki, səndə heç nə yoxdur, okey. Və yaxud kiçik bir düyün var, bunu nəzarətdə saxlayaq. Məsələn, xanım da etibar edərək bu yolla davam edir və günün bir günü mənə tamam başqa problemlə gəlib çıxır. Və hekayəni eşidəndə bilirəm ki, bu səhhətinə diqqətsiz yanaşmayıb. Yəni mütəxəssisə gedib, sadəcə doğru yerə getməyib. Yəni onun bir mamoloq olmalıydı. Bunu mən biraz bağlayıram açığı Sovet dövründə. Ümumiyyətlə mən fikir verirəm bir çox xəstəliklərin müayinəsində sadəcə və sadəcə UZI-ni çox kifayət görülür. UZI adı gələndə ilə fisioda artıq UZI-də doğrudan hər şey görünəcək, hər şey bilinəcək. Digər o MRT-dir falan artıq belə deyim müasir tibbi texnoloji o proseslərə qarşı biraz belə skeptik, şübhəli yanaşırlar ki, buna nə ehtiyac var, UZI kifayətdir, amma sizin dediyiniz kimi, hətta keçən dəfə sizin o sosial mediada paylaşımınızda göstərildiyi kimi, hətta nəinki UZI, tomosintezdə belə görünməyən bir şişi siz əllə sonra isə artıq daha da təsdiqlənsin deyə biopsiya ilə aşkar etmisiniz. Yəni bu proseslərə də o qədər bel bağlamaq tamamilə doğru deyil. Yəni belə deyim, bir problemin aşkarlanması üçün nə qədər müayinə növü varsa və həqiqətən ortada bir şübhə varsa, vaxtında yəni bu skrininqlərdən keçmək, yoxlanışlardan keçmək lazımdır ki, sonradan artıq həm müalicə prosesi çətinləşməsin, həm daha da başqa fəsadlara yol açmasın. Özümüzdə bilirik ki, xərçəng metastazı deyə bir şey var, daha da çox yayılıb, daha da digər orqanlara fəsad törədə bilər.
Ona görə də ümid edirəm ki, bizim izləyicilər də bizə baxıb heç olmasa buradan öz ölçülərini götürərlər. Çox sağ olun, Afət doktor. Həqiqətən bu gün mənim üçün mövzu nə qədər qadın sağlamlığına aid bir mövzu olsa belə doğrudan da çox maraqlıdır. Çünki xərçəng xəstəliyi dünyada bəlkə də ən belə çətin və qəliz müalicəsi və uzun belə məşəqqətli bir yol tələb edən bir xəstəlikdir. O yüzden düşünürəm ki, həqiqətən də çox belə bir böyük bir savab bir işin içində siz öz seçdiyiniz ixtisasdan dolayı onkoloq, mamoloq olaraq çox təşəkkür edirəm gəldiniz və inşallah ümid edirəm düzdür bu sizin işinizin əlindən alınması kimi deyil də sadəcə inşallah gələcək dövrlərdə həqiqətən də xərçəngin tamamilə bir dərmanı tapılar, müalicəsi tapılar və xərçəng sadəcə bir xatirəyə çevrilər və xatirə olaraq da yaddaşlarımızda qalar. Təşəkkür edirəm. Mən sizə təşəkkür edirəm dəvətiniz üçün. Mən də ümid eləyirəm ki, elə olar. Lakin o ümid həyata keçincəyə qədər biz işimizi ehtiyatlı tutaq. Ən azından ildə bir dəfə həkimə gedib müayinə olunaq. Təşəkkürlər, sağ olun. Minnətdarım, sağ olun. Sağlıq Saatının bugünkü qonağı tibb üzrə fəlsəfə doktoru, onkoloq, mamoloq doktor Afət Cabbarov oldu. Videonu bəyənməyi, fikirlərinizi şərh bölməsində bölüşməyi və kanala abunə olmağı unutmayın. Sağlıq Saatına baxırdınız. Burada Ərsaniyə sizin sağlamlığınız üçün işləyir.